Salam. Bu videoda sizə informatikadan yeni açılacaq olan sınaq qruplarım haqqında məlumat vermək istəyirəm. Sınaq qrupları birinci qrupa riyaziyyat informatika alt qrupu üzrə hazırlaşan abituriyentlər, 11-ci sinif şagirdləri və MIQ sertifikasiya imtahanlarına hazırlaşan informatika müəllimləri üçün nəzərdə tutulub. Əvvəlcədən vacib bir məsələni qeyd edim ki, sınaq qruplarına qoşularaq nə isə sıfırdan öyrənmək yox, bildiklərinizi təkmilləşdirmək mümkündür. Yəni, əgər siz istər 11-ci sinif şagirdi olun, istər informatika müəllimi olun, əgər müəyyən bir bazanız varsa, sınaq qruplarına qoşulub burada olan testləri yazaraq həmin bazanızı biraz da təkmilləşdirə bilərsiniz. Bütün sınaqlar, onların formaları haqqında, dərsin gedişatı sınaq qruplarında olan proseslər haqqında sizə videonun sonraki hissələrində məlumat verəcəm. Amma əvvəlcədən onu qeyd edeyim ki, ümumilikdə təxminən 3000-ə yaxın test işlənəcək bu sınaq qruplarında. Və işləyəcəyimiz sınaqlar 3 qrupa ayrılır. Vaxt ilə olan sınaqlar ki, siz bu sınaqlara qoşulduğunuz anda geri sayım başlayır. Və burada sınaqların video izahları daha sonradan sizə göndəriləcək. Baxın, burada hal-hazırda ekranda siz siyahını görürsünüz. Sadəcə 3 dənə sınağın qarşısında video izah yoxdur yazılıb. Bu 3 dənə sınaq çox sadədir, primitiv suallar var orada. Ona görə onların video izahı yoxdur. Digər bütün sınaqların isə video izahı mövcuddur. Və digər test tipimiz elektron testlərdir. Burada vaxt məhdudiyyəti yoxdur. Və burada da sualların sayını görürsünüz. Ümumi 590 dənə belə test mövcuddur. Bəzi testlərin video izahı var. Testlərin hər biri işləmə qaydası necədir, videolara necə baxmaq olar, hamısını bir-bir sizə göstərəcəm. Və son olaraq digər sual tiplərimiz kahootlardır. Kahootlar son dövrlər bütün dünyada təhsil sistemində istifadə olunan test formatıdır. Mən də uzun müddətdir Kahootdan öz dərslərimdə, üzbəüz dərslərdə, onlayn dərslərdə istifadə edirəm. Təxminən 1400-ə yaxın sual da Kahoot formatında olacaq. Ümumi olaraq sınaq qruplarının müddəti 8 həftə nəzərdə tutulub. Yəni 23 martdan materiallar göndərilməyə başlayacaq və 8 həftə ərzində burada siyahıda gördüyünüz bütün materiallar sizə göndəriləcək. İndi gəlin belə eləyək. Əvvəlcə vaxtla olan sınaqlar. Baxın, burada gördüyünüz kimi bu hissədə qeyd elədiyim hissədə sınaqların adları, onun sağ tərəfində isə hər sınaqda neçə sual olduğu yazılıb. Ümumi 1000-dən biraz çox sınağımız var, daha doğrusu testimiz var, 1067 dənə. Mən aşağıya doğru gedirəm. Siz əgər istəsəz, videonu saxlayıb sınaqların adlarını, mövzuların adlarını bir-bir nəzərdən keçirə bilərsiniz. Qeyd edim ki, bütün sınaqlar, bütün testlər birinci qrupa qəbul proqramı əsasında, yəni DİM-in qəbul proqramı əsasında hazırlanmışdır. Digər testlərə keçsək, burada da gördüyünüz kimi testlərimizin sayı çox deyil, 8 yox, 9 olmalıdır. Ümumi 590 test buradadır və son olaraq kahootlar. Burada da aşağıya doğru gedirəm. Əgər istəsəz, yenə videonu dayandırıb bütün başlıqlara, sınaqların, testlərin adlarına baxa bilərsiniz. İndi isə keçək əsas məsələyə, qeydiyyatla bağlı. Qeydiyyatdan keçmək üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Siz qeydiyyatdan keçən zaman sizə gördüyünüz şəkildə, baxın, bu formada bir kart göndəriləcək və bu kartda təlimin başlama tarixi, sınaq qruplarında nə vaxtdan başlayacaq, sizin ad və soyadınız və xüsusi məxfi bir kod göndəriləcək. Bu kod sınaqlara qoşulan zaman sizə lazım olacaq. Çox önəmli bir məsələ. Əgər siz öz kodunuzu kiməsə göstərsəz, kiməsə versəz, o sizin yerinizə sınağa qoşulsa, siz qoşula bilməyəcəksiniz. Ona görə bu kod məxfidir, ancaq sizdə qalmalıdır. Bu kodu heç kəsə göstərmək olmaz. Bu ən önəmli məsələdir. Əgər hər hansı səbəbdən kodu kiməsə versəz, o sizin yerinizə bütün sınaqlarda iştirak eləsə, siz heç bir şəkildə sınaqlara qoşula bilməyəcəksiniz. Ona görə mütləq şəkildə bu kod sadəcə sizdə qalsın, heç kəsə kodu verməyin. Və indi gəlirik bu sınaqları necə işləyəcək həmin məsələyə. Tutaq ki, siz qeydiyyatdan keçmisiniz. Mən burada nümunə olaraq bir nəfəri qeydiyyata salmışam. Adil Ağayev adlı şərti addır və burada da gördüyünüz kimi kod mövcuddur. Sınaqlarda bu kodu necə istifadə edəcək, necə sınağa qoşulacaq, indi həmin məsələyə keçirik. Əvvəlcə vaxt ilə olan sınaqları necə işləməliyik, onu sizə göstərəcəm. Deməli, WhatsApp qrupuna gördüyünüz bu şəkildə məlumat göndəriləcək. Sınağın adı və sınağa qoşulmaq üçün olan link. Siz bu linkin üzərinə klikləyirsiniz. Telefon, planşet, kompüter fərqi yoxdur. İstənilən yerdən sınağı işləmək mümkündür. Bu zaman sizi belə bir ekran qarşılayacaq. Görüntü bütün qurğularda eyni cürdür. Sağ tərəfdə testin adını görürsünüz. 13.6 dövr operatorları while for. Müddət 35 dəqiqədir. Aşağıda testi kim hazırlayıb, nə vaxt test başlayacaq, nə vaxt bitəcək
Ümumiyyətlə mən testləri göndərəndə göndərdiyim həftə ərzində mütləq işləməlisiniz. Hər bir testin müddəti həmin həftənin sonuna qədər olacaq. Yəni mən həftənin 1-ci günü testi göndərirəm və 6-cı gün işləmək üçün son gündür. Mütləq həmin həftə ərzində işləməlisiniz. Əgər bu həftə göndərdiyim testi növbəti həftəyə saxlasanız, növbəti həftə işləmək mümkün olmayacaq. Yaxşı, necə qoşulacaqsınız? Gördüyünüz kimi burada öyrənci erişim kodu deyir. Siz qeydiyyatdan keçən zaman sizə göndərilən koddur bu. Baxın, burada gördüyünüz kod. Hər bir şəxsin kodu fərqlidir və əvvəl dediyim kimi bu kod sadəcə sizdə olmalıdır. Başqalarına vermək olmaz. Deməli, bu erişim kodunu yazırsınız. Bundan sonra təhlükəsizlik üçün sizə müxtəlif simvollar göstərəcək. Bunu bir çox saytlarda görürsünüz onsuz da. 4259 yazıb hal-hazırda. Bu kodu da yazıram və giriş yap düyməsini vuranda artıq testə başlayacağam. Ən önəmli məsələ müddət 35 dəqiqədir. Testi yarıda saxlamaq olmaz. Yəni bəzən bunu əvvəl görmüşəm, rastlaşmışam belə problemlə. Testə başladılar, qalsın biraz gedim bir çay içim gəlim. Yəni sən əgər uzaqlaşsan, proqramı bağlasan, pəncərəni bağlasan, yenə də geri sayım davam edir. Geri sayımı saxlamaq olmur. Baxın, giriş yap deyirsiniz və test yüklənir. Sol tərəfdə cavabları yazmaq üçün belə bir cavab kağızı görünəcək. Orta hissədə siz testləri görəcəksiniz. Testlərin nömrələrinə uyğun cavabları buradan seçəcəksiniz. Telefonda da, kompüterdə, planşetdə də görüntü eyni cürdür. Sol aşağı tərəfdə qələm düyməsi var. Bu qələm düyməsinin üzərinə vurub telefonlarda da, kompüterlərdə də siz bu cavab kağızını aça bilərsiniz və ya bağlaya bilərsiniz. Yuxarı hissədə sizin qalan müddətiniz görünəcək. Burada gördüyünüz kimi geri sayım davam eləyir. Təkrar bir də deyirəm, yarıda saxlamaq olmaz. Testi bir dəfə açdınız, mütləq bitirməlisiniz. Sağ tərəfdə sizin adınız və testin adı görünür. Təbii ki, miqyası telefonda da, kompüterdə də artırmaq, azaltmaq olar. Cavabları qeyd edirik. Mən təsadüfi olaraq cavablar yazıram bura, təbii ki. Tutaq ki, cavabları tamamladınız. Əgər siz, burada baxaq görək neçə sual var. Burada ümumi 26 dənə test var. Tutaq ki, siz 20-ci testi yazanda vaxtınız bitdi, tamamlandı, çatdıra bilmədiniz. Onda avtomatik olaraq test bağlanacaq və yazdığınız cavablar qeydə alınacaq. Ona görə işlədikcə bir-bir cavabları bura yazmağınız yetərlidir. Və yaxud da tərsinə, tutaq ki, siz bütün sualların cavabını yazmışsınız, amma baxırsınız hələ 10 dəqiqə vaxt var. Onda sağ tərəfdəki testi tamamla düyməsini vurursunuz və açılan pəncərəni də təsdiqləyirsiniz. Bundan sonra nə olacaq? Sizin nəticəniz göstəriləcək. Yuxarıda testin adı, şagirdin adı, nə qədər müddət siz testi işləmişsiniz, düz cavablarınızın sayı, səhv cavablarınızın sayı və boş buraxdığınız testlərin sayı görünəcək. Və kağızı incələ deyib, təkrar suallara baxa bilirsiniz. Hansı suala nə yazmışsınız? Məsələn, birinci suala A yazmışam, düzgün cavab Y imiş. Baxın, altından belə mavi xət gedir. İkinciyə S yazmışam, amma düzgün cavab A imiş və s. Beşinciyə D yazmışam, düzgündür. Bax, bu şəkildə bir-bir sualları gözdən keçirə bilirsiniz, təzədən işləyə bilirsiniz. Amma yenə deyirəm, əgər təyin olunmuş vaxtda siz sınağa girməsəniz, sonradan heç bir şəkildə sınağa daxil olmaq, suallara baxmaq kimi şansınız olmayacaq. Hər bir sınağı mütləq göndərildiyi həftə ərzində işləmək lazımdır. Belə. Və həmin həftə ərzində artıq siz nəticələrinizi görəcəksiniz, təzədən suallara baxa biləcəksiniz. Növbəti həftənin biri yeni sınaqlar göndəriləcək və həmin sınaqların üzərində təkrar eyni formada işləyə biləcəksiniz. İndi bunu bağlayıram və keçirik növbəti sınaq formatımıza. Növbəti sınaq formatımız vaxt məhdudiyyəti olmayan testlərdir. Bu testləri təkrar-təkrar işləmək olur, yarıda saxlamaq olur, yəni burada bir problem yoxdur. Deməli, yenə linkin üzərinə vururuq. Baxın, aşağıda parol. Sizə qrupa məlumat bu şəkildə göndəriləcək. Sınağın adı, daxil olmaq üçün link, bir də parol. Hər bir sınağın özünə aid bir parolu olacaq. Burada artıq əvvəlki parol işə yaramır. Əvvəlki parol sadəcə vaxtla olan sınaqlarda işə yarayır. Burada aşağıda yazılan parolla girəcəksiniz. Deməli, linkin üstünə klikləyirik və belə bir səhifəyə yönləndiriləcəksiniz. Burada adınızı yazırsınız, ad soyadınızı yazırsınız. Mən burada nümunə şagird qeyd eləmişəm. Adil Ağayev, onun adı ilə qoşulacam. Aşağıda isə parol hissəsi var. WhatsApp qrupuna göndərilən parol. Baxın, burada. Bu şəkildə dediyim kimi məlumatı göndərəcəm. 55 SYS. Gəlirsiniz parol hissəsinə də 55 SYS. Sizə göndərilən testin parolu nədirsə onu yazırsınız və sonraki düyməsini vurursunuz. Bundan sonra suallar açılacaq. Gördüyünüz kimi yenə telefon, kompüter, planşet fərqi yoxdur. Hər biri üçün bunu işləməyiniz mümkündür. Məsələn, birinci suala hər hansı bir cavabı təyin elədim, seçdim təsadüf olaraq. İkinciyə
cavab seçdim. Üçüncüyə yenə hər hansı bir cavab seçdim. Dördüncü, beşinci, təsadüfi olaraq cavabları seçirəm. Burada geri sayım yoxdur. İstədiyiniz zaman, məsələn, fasilə vermək istəyirsiniz, çay fasiləsi dayandıra bilərsiniz, sonradan gəlib yaza bilərsiniz. Amma burada məsələ belədir ki, siz əgər pəncərəni bağlasaz və sonradan gəlib təzədən qoşulsaz, bu cavablar silinəcək. Ona görə əgər fasilə versəz belə pəncərəni bağlamayın. Pəncərə açıq qalsın. Telefonda da, kompüterdə də, yəni kompüteri söndürməyin, pəncərəni bağlamayın ki, sonra qaldığınız yerdən davam edə biləsiniz. Tutaq ki, bütün sualları yazdıq, gedirik ən aşağıya və ümumi neçə sual var? 58 sual var və göndər düyməsini vururuq. Bundan sonra nəticəni göstər. Puanları görüntüdə kimi belə bir düymə çıxacaq qarşınızda. Fərqli formada, fərqli dildə yazıla bilər əlbəttə. Burada 57 sualdan 3 dənəsinə düz cavab vermişəm, deyir yuxarı hissədə. Gəldik, burada da yazılıb. 57 üzərindən 3 xal deyir. Birincini düz yazmışıq, ikincini düz yazmışıq, üçüncünü düz yazmışıq. Digərlərinin hamısı səhv və ya boşdur gördüyünüz kimi. Düz yazdıqlarınızın rəngi baxın, səhv yazdıqlarınızda isə qırmızı formada artıq sizə bunu göstərir. Və bu sualların hamısının yox, bəzilərinin. Biraz əvvəl sizə göstərdiyim o vaxtla olan testlər var idi, hansı ki, orada bütün sualların izahı var. Təzədən bir də ora qayıtmaq istəyirəm. Baxın, vaxtla olan testlər. Sadəcə burada qırmızı ilə 3 dənəsinin qabağında video izahı yoxdur yazılıb. Bunlardan başqa yerdə qalan bütün sınaqların hamısının video izahı var. Amma hal-hazırda baxdığımız bu elektron testlər, say sistemləri adında test. Burada vəziyyət fərqlidir. Burada sadəcə bəzi, nisbətən çətin olan sualların izahı var. Yaxşı, izaha baxmaq istəsəz nə edəcəksiniz? Baxın, siz sualı işləyib tamamladıqdan sonra əvvəlcədən yox, mütləq işləməlisiniz, göndər düyməsini vurmalısınız. Nəticələrinizə baxanda aşağıda baxın, geri bildirim yeri var, video izah. Bunun üstünə vurursunuz və test nömrə 1. Həmin sualın video izahı. Bir qədər əvvəl saat 10:15 yaz qabağa çəkim. 1:0. Bax, bu şəkildə artıq izaha baxa bilirsiniz. Yaxşı, bəs ola bilsin ki, tutaq ki, siz bu sualı yazmısınız, bunun izahına baxmaq istəmirsiniz. Digər sualda yazmısınız, lazım deyil. Üçüncündə yazmısınız. Gedirsiniz digər səhv yazdığınız və ya başa düşmədiyiniz suallara. Yenə buradan video izah düyməsinin üzərinə vurursunuz və sualın nömrəsi neçə idi? 4. Test nömrə birbaşa 4-cü sualın izahı neçə açılacaq gördüyünüz kimi. Bu da belə, işləmək çox sadədir. Bunu bir neçə dəfə də təkrarən qoşulub işləyə bilərsiniz. Amma dediyim kimi, pəncərəni bağlamayın ki, cavablarınız silinməsin. Və yaxud da belə də eləyə bilərsiniz. Cavabları dəftərdə, vərəqdə də qeyd eləyə bilərsiniz hər ehtimala qarşı ki, birdən buradan silinsə, nəsə kompüteri bağlamaq, telefonu bağlamaq məcburiyyətində qalsaz, pəncərədən çıxsaz, yəni yenidən sıfırdan işləməyəsiniz deyə cavabları kağız üzərində də qeyd eləmək olar hər ehtimala qarşı. Və bu pəncərəni də bağlayırıq, keçirik 3-cü. Kautlara. Bir dənə kautlarla bağlı təzədən 1391 dənə, 1400 dənəyə yaxın burada test tapşırığı var, amma bunların video izahı yoxdur. Kautları necə işləyəcəksiniz? Baxın, burada gördüyünüz formada kahoot.it saytı var. Telefon, kompüter fərq eləmir, planşet, bütün qurğulardan yenə istifadə edə bilərsiniz. Həmçinin telefonda Kahootun tətbiqini də quraşdıra bilərsiniz. Tətbiqdən də istifadə edə bilərsiniz. Hansı rahatsa onu edə bilərsiniz. Deməli, mən kompüter variantını sizə göstərəcəm. Nə edəcək? Kahoot.it saytına daxil olursunuz. Elə burada göstərilən formada kahoot.it. Kahoot.com da var. Ora yox, bəzən qarışdırırlar. Kahoot.com müəllimlər üçün, təlimçilər üçündür. Orada Kahootu yaradırsınız. Amma testləri işləmək istəyirsinizsə, .it olana daxil olmalısınız. Bax, belə bir şey qarşılayacaq, səhifə qarşılayacaq. Siz çox sadə, bəsit bir səhifədir. Və sadəcə bura oyunun pinini yazmalısınız. Oyunun pinini yenə qrupa göndərəcəm. Qrupdan götürəcəksiniz. Məsələn, burada nümunə olaraq 45, 70, 807 belə bir pin var gördüyünüz kimi. Gəlirəm, bu pini bura yazıram. Oyun pinini yazdıqdan sonra burada gir düyməsi var. Düyməni vururuq. Və növbəti mərhələdə sadəcə bura ad, soyad yazmağınız lazımdır. Ad soyadınızı tam yaza bilərsiniz. Əgər yerləşməsə, adınızı, misal üçün, tam soyadınızın baş hərfini yaza bilərsiniz. Sən Adil A yazdım. Hə, burada belə bir şey ola bilər. Əgər eyni adlı, tutaq ki, başqa bir şagird və ya müəllim var, təsadüfdən o sizdən əvvəl bunu işləyibsə, sizin adınızı qəbul etməyə bilər. Onda yanına bir nöqtə qoyun, 1 yazın, 2 yazın, əgər adı qəbul etməsə. Hər ad ilə bir dəfə qoşulmaq olur. Dediyim kimi, təsadüfdən ola bilər ki, eyni addan kimsə eyni testi işləyib.
və tamam gir deyirsiniz. Bundan sonra da sınaq başlayır. Yuxarıda gördüyünüz kimi baxın hipermətn nişanlama dili dedikdə nə nəzərdə tutulur deyir və bu HTML seçdim. Bu şəkildə nəticəni göstərdi. Telefonlarda da, kompüterlərdə də səsi artırıb azalda bilərsiniz, əgər səs sizə mane olursa. Sağ tərəfdə irəli düyməsi var, onu vurursunuz, sizə ümumi nəticənizi göstərir və keçirsiniz növbəti suala. Buradan bir neçə sualın işlənmə qaydasını sizə göstərəcəm. Dediyim kimi, Kahoot-un tətbiqi də var, telefonlara quraşdıra da bilərsiniz. Web səhifələrə daxil olmaq üçün istifadə olunan protokol HTTPC protokoludur. Bunu seçdim. İrəli deyirəm, növbəti sual. Hər dəfə burada sizə nəticənizi göstərir. Sizdən əvvəl başqaları da işləyibsə, burada sıralama verəcək. Məsələn, tutaq ki, 30 nəfər işləyib, siz neçənci yerdəsiz, digərlərinin balı neçədir, sizin balınız neçədir və s. Hər bir web səhifə unikal ada malik olur. Səhifələrə giriş üçün istifadə edilən bu ada nə deyilir? Nə deyilir? Domin deyilir. Və yenə irəli. Gördüyünüz kimi bir link verib, şəklində resursa müraciət üçün olan yazışda nə deyilir? Soruşur. Bu adlanır URL. Hər hansı bir resursun unikal ünvanı. Və keçirik növbəti suala. Mən sizə bu sıralama sualında göstərmək istəyirdim. Təbii ki, burada 41 sualın hamısını bir-bir işləməyəcəm. Düzgün URL ünvanının alınması üçün ardıcıl sıralayın deyir. Diqqət edin, burada deməli düzgün URL ünvan. Baxın, əvvəldə bu başlamalıdır. HTTPC. Mouse'u belə bunu tutub belə hərəkət elətdirirsiniz. Bunun arxasınca nə gəlməlidir? Gəlməlidir www.dim.gov.az. Baxın, belə uzantısı olanları həmişə ən axıra qoyuruq bu şəkildə. Yəni, bu mövzunun qaydasıdır, daha doğrusu URL-in yazılma qaydasıdır və hər şeyin düzgün olduğuna əmin olduqdan sonra göndər deyirsiniz. Və gördüyünüz kimi cavab doğrudur. İrəli düyməsini vurub davam edirsiniz və 6-cı sual. Baxaq görək, bu da standart bir sualdırmı? Bu sualları çalışın yarıda, bu testləri işləyəndə sualları yarıda saxlamayın, axıra qədər işləyin. Word faylını web səhifə kimi yadda saxladıqda onun uzantısı nə olur? Onun uzantısı HTML olur. Amma bu dəfə səhv yazacağam. Gəldim, yanlış variant seçdim. Bax, bu dəfə də belə bir şey edir. Düzgün cavabı da sizə göstərir və irəli düyməsinə vurub davam edə bilirsiniz. Kahootlarda çox cavablı testlərdə qarşınıza çıxacaq. İndi hələ ki, burada yoxdur. Çox cavablılarda əvvəlcədən sizə yazır. Məsələn, 6 dənə variant var. Düzgünlərini seçin və ya yanlışları seçin. Orada bir-bir mouse'dan seçib sonra təsdiqləyirsiniz. Bir neçə dənə Kahoot işlədikdən sonra buna da öyrəşəcəksiniz. Çox maraqlı və işləməsi də rahat olan bir sual formatıdır. Bunu da yazaq və sonra pəncərəni bağlayacağım. HTML-də taglər hansı simvolların daxilində yazılır deyir və cavabı seçdim. Belə, hər dəfə irəli düyməsini vuracaqsınız, sizin balınızı göstərəcək. Dediyim kimi, digərlərdə əgər sizdən əvvəl işləyənlər varsa, onların da nəticəsini göstərəcək. Və məncə artıq sınaq qrupları haqqında sizə ümumi məlumat verdim. Təkrar qeyd edəcəm sonda, bu çünki çox önəmlidir. Sınaq qrupları nə isə sıfırdan öyrənmək üçün deyil, sizin bazanız var və mövcud biliklərinizi təkmilləşdirmək üçün sınaq qruplarına qoşulmalısınız. Yəni, misal üçün imtahanı tutaq ki, 70% yaza bilərəm, fikirləşirəm. Sınaq qruplarında da biraz da təkmilləşdirib özümü daha yüksək bir nəticə əldə edəcəm. Amma informatikanı ümumiyyətlə heç oxumamışam, heç nə bilmirəm. Bazam sıfırdır və ya çox aşağıdır. Bu zaman sınaq qrupları sizdən ötürü heç bir fayda verməyəcək. Həm müəllimlər, həm də abituriyentlərdən ötürü nəticəni artırmaq üçün, daha yüksək nəticə əldə etmək üçün bu sınaq qrupları nəzərdə tutulub. Yəni, mütləq şəkildə bazanız olmalıdır ki, sınaq qruplarının faydasını görə biləsiniz. Və vaxtla olan sınaqlar, mövzu testləri, Kahootlar 3 dənə formatımız var. Sonda bir də bu hissəni belə aşağıya doğru gedəcəm. Baxın, yuxarıda vaxt ilə olan sınaqlar yazılıb. Sınağa qoşulan zaman vaxt başlayır, sınağı yarıda saxlamaq olmur. Bax, aşağıya doğru gedirəm. İstədiyiniz yerdə elə videonu saxlayıb, burada olan ümumi 41 adda gördüyünüz kimi sınaq var. Sınaqların adlarına baxa bilərsiniz. Python önəmlidir, alqoritm önəmlidir. Ona görə ona aid sınaqlar gördüyünüz kimi nisbətən daha çoxdur. Burada da ümumi sınaqda olan sualların cəmi yazılıb və mövzu testləri bunlar azdılar və 590 dənə ümumi test var. Həmçinin 2023-24-cü illərdə DİM-in qəbullarda istifadə etdiyi və sınaqlarda istifadə etdiyi suallar da burada daxildir.
və kaotlar 1391 sual kaot formatında və burada da aşağıya doğru gedirəm. Yenə videonu saxlayıb burada da özünüz mövzularla, hansı mövzuya aid testlərin, sınaqların olduğu ilə tanış ola bilərsiniz. Qeydiyyat məsələsini təzədən bir də deyirəm. Gördüyünüz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz və sınaq qruplarımız 23 mart tarixindən fəaliyyətə başlayır. Elə ilk materiallar 23 mart tarixində göndəriləcək. 23 mart həftənin birinci gününə düşür və həftə ərzində göndərilən bütün materialları birinci gün göndərəcəm. Mütləq həmin həftə ərzində işləməlisiniz. Bu da önəmlidir. Növbəti həftəyə saxlasaz artıq həmin sınaqlar aktiv olmayacaq. Mütləq həmin həftə ərzində işləmək lazımdır. Keçən ildə mənim sınaq qruplarım var idi. Yenə qaydalar təxminən eyni idi. Dəfələrlə deməyimə baxmayaraq həmin həftə göndərdiyim sınaqları işləmirdilər. Təzədən işləmə şansınız olmayacaq. Ona görə mütləq göndərilən sınaqları həmin həftə, göndərilən həftə ən gec 6-cı gün olmaqla işləmək lazımdır. Bu qədər. Təkrar qeydiyyatla bağlı olan hissəni göstərim. Siz qeydiyyat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra burada gördüyünüz formada sizə bir kart göndəriləcək. Burada təlimin başlama tarixi, sizin ad və soyadınız, bir də sizin üçün nəzərdə tutulmuş kod, erişim kodu, sınaqlara qoşulanda istifadə eləyəcəyiniz kod yazılacaq. Kodu heç kəsə vermək olmaz, dediyim kimi. Təsadüfdən kodu kiməsə göstərsəz, o sizin yerinizə sınaqlara qoşulsa, siz artıq sınağa girə bilməyəcəksiniz. Belə, ümid edirəm ki, hər şey aydındır, ətraflı izah eləyə bildim. Yenə əlavə sualınız olarsa, qeydiyyat üçün nəzərdə tutulmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.